İlk avtomatları biz Ağdamın içərisində kas var idi. O vaxtı Qatır Məmməd Düzdü qoşdu Xəlil Qasımın pulunun vasitəsilə. Bir 7-8 orada propişki əldə elədik ki, vişqalardakı kasavoylar götürülsün. Biz günün günorta çağı girdik vayne kasda. 62 avtomat əldə elədik. Yəni Arjiyekanı yardıq, soldatlar içəridə ola-ola. Amma soldatların işimiz olmadı. Rusun soldatları içəridə ola-ola işimiz olmadı. Arjiyekanı qırdıq, 62 dənə avtomat götürdük. O vaxtı o avtomatların üzərindən rayonun polis rəisindən belə üstümüzə hərəkətə keçdi ki, avtomatlar alınsın. Hətta məni çağırdı, yəni yalan danışmanın yeri yoxdur burada. Polis olduğum üçün rəis məni çağırdı. Avtomatdan sual verəndə mən dedim ki, sayın bilmirəm. Amma həmən avtomatı kasdan çıxandan sonra teqaşın içindən çıxardıb maşına yükləməyin sayını mən saymışdım. Rəis mənə dedi ki, sən sayırdın axı avtomatı. Dedim, saysanda mümkünatı yoxdur, rəqəmi deyə bilmərəm. Yəni, informasiya verilmişdi rəisə ki, Azər sayır avtomatı. Teqaşın içindən çıxardırdı, bir teqaşımız var idi. O, Rusiyada ağaçları dartan teqaşlardan. Qatır Məmmədə hədiyyə vermişdilər. Yəni, o avtomatdan sonra biz biraz daha da ürəkləndik. Daha da hərəkətə keçməyə başladı. İlk mənim ən ağır döyüşüm başladı yanvar ayının birində. Biz kəndə girdik, Erməni kəndinə. Erməni kəndi harasa 7.000-8.000 masivdən ibarət olan bir kənd idi, böyük kənd idi. Həm də imkanlı kənd idi. Hətta siz təsəvvürünüzə gətirin ki, həmən kəndin məktəbi qırmızı mərmərdən idi. Yəni, kənd çox pullu kəndi idi. Yəni, imkanlar idi. Girdiniz oraya əməliyyata? Girdik. Kəndə gün günorta çağı girdik. Günorta saat 2-nin yarısı kəndə girəndə. Neçə nəfər olardınız? Biz 24 nəfər girmişdik. Amma kəndin içində baxdım ki, biz 6 nəfərik. 6 nəfər girənlərdən, yəni adlarını deyim, Qəhrəman idi, mən idim, Füzuli idi. Bu, Rafaelin qardaşı Füzuli, dəmirçi Qara Rafael deyirdik biz ona. Sonra Cabbar idi Laçından, Ağsaqqal adam idi, Qarabala idi, Allah məkanını cənnət eləsin. Bir də Cavahir adında bir xanım idi. Xanım da girmişsiniz. Bəli. İlk Qəhrəmanı vurdular. Yolun ortası, kəndin ortası enli yoluydu. Torpaq yoluydu, amma enli yollar idi. Kənd deyirəm sizə ki, yəni elə-belə kənd dölüydü. Qəhrəman yumalandı, getdi, o bir tərəfə düşdü, yolun o bir tərəfinə. Mən Qəhrəmana tərəf getmək istəyəndə, mən qalxdım göyə, düşdüm yerə. Uzandım yerə, göyün düzü göm-göy idi, siz təsəvvür edin, yanvar ayı, həmən kətdə, həmişə qar dizdən yuxarı olubdur. Quraqlıq, göyün düzü, günəşli, göm-göy. Mən gördüm, buramdan isti gedir. Mən dedim, başından vırıldım, canımı tapşırmaq üzəriyəm. Bu hayda rəhmətli Qarabalan güllə buradan girdi, buradan çıxdı, göydə pırjok vurdu idmançı kimi. O da düşdü, o düşəndə gözümü yumdum. Dedim, biz hamımız öldük. Bu hayda qız mənə yaxın olduğu üçün Cavahir sürünə-sürünə gəldi. Mənə dedi ki, qorxma, qorxma, başından deyil, qulağındandır. Güllə düz qulağımın içindən girib çıxmışdı. Başımı sarıyanda dedim, Qarabalıya tərəf get. Qarabalı Besazlaniya idi, güllə buradan girib, buradan çıxmışdı yanağından. Bu hayda Füzuli qışqırdı, məni vurdular. Siz təsəvvürünüzə gətirin, biz elə bir yerdəyik ki, kəndin içində. Yəni, güllə səsi, atışma yoxdur. Amma bizi hardan vururlar, biz bilmirik. Amma ondan da qabağını deyim ki, biz bir erməni vurduq Bayevik ermənisi. Qız getdi, Cavahir onun qulağını kəsməyə. Dedim, ay qız, əlini qana havayı bulama. Dedi, yox, götürəyəm. Ermənin qulağını kəsdi, Cavahir. Erməni də Bayevik idi. Avtomatı mən götürdüm. Avtomatı Beşatılanı idi, avtomat mağazini ilə. Yerevanda düzəlirdi. Beşatılanı avtomat mağazini qoymuşdular. Biri var Beşatılan, 5 dənə güllə tuta. Biri var ki, 30 dənə güllə tuta. Bu su yığılma Yerevanda düzəlmiş, qundanda da yazılmışdı Aşot. Dedi, bu mənim ilk silahımdır ermənidən. Vurdum çiynimi elə, bir 5 metr getməmişdim, məni vurdular. Qəhrəman elə, Qarabala elə, Füzuli elə. Bir qaldı Oruç. Oruç da Pulamyotla idi. Əhmədava kəndlərində Qəmlo deyirdi ona biz o vaxtı.
Bu oruç pulamyotu başladı səpələməyə, nalayiq söyüşlərlə. Dedim, hara səpəliyirsən gülləni? Biz bilmirik. Biz dördümüz yaralıyıq. Qarabala, Qəhrəman, mən, Füzuli. Biz yaralıyıq. Hə. Biz bu hayda elə yaralı olduğumuz halda bir də gördük ki, o həmin dediyim Teqaş kəndə girdi. Bizim Teqaş. Girdi. Elə biz yaralıları elə yığışmışdıq ki, Teqaş tərpənsin, Teqaşı vurdular. Teqaşı qabaq tərəfdən sepinlə vurdular. Məcbur olduq, biz düşəsi olduq. Qarabalan həmin bu Cabbar çiyninə vurdu. Biz Qəhrəmanı nə qədər istədik ki, yolun o bir tərəfinə keçək, götürə bilmədik. Qəhrəman da yerdə qıvrılırdı, güllə qarnından girib böyründən çıxmışdı. Axırda Qəhrəmana dedik ki, biz çıxırıq, Qatır Məmmədə deyəcək, gəlsin səni götürsün. Qorxma. Biz məcburiyyət qarşısına Qəhrəmanı orada qoyduq. Yəni, götürə bilmədik Qəhrəman. Niyə? İminnoy torpağa yaxınlaşmaq istəyirdik, torpağı vururdu. Amma hardan vururdu bilmirdik. Biz yaralı başladıq yarğandan çıxmağa. Kətdən çıxdıq. Kətdən hardasa bir 200-300 metr çıxmışdıq. Böyük bir şumluqda minalanmış ərazidir. Ondan da qabaq maşınlarımız orada şumluqda biz hücuma keçəndə kamazlarımız minaya düşübdü, qızavay maşınlarımız minaya düşübdü, mülki şəxslərdən. Düşmən tərəfin qoyduğu minadır. Hamısı böyük ərazidir. Açıq düzəncanlıqdır, kəndin qabağı. Kəndin vaxtı ilə həmən kəndin becərilən yeridir. Xam torpaqdır. Bu hayda gördüm bir oğaz girifdir şumluğa. Oğaz girifdir şumluğa, bizə tərəf gəlir. Mən də yavaş-yavaş şuşum gedir. Alkazvasa qan gedir qulaqdan. Qulaqdan o vaxt həkim dedi ki, ən çox bu kapilyarlar olan yer deyibə, qulaqdan qan çox az hallarda kəsilir. Qan çox gedir. Mən 2 dənə bint bağlayıb başımdan, amma elə bintin üstündən axır gedir. Qarabalan da avtomatı mənim əlimdədir. Onda gördüm ki, bu rəhmətli qarım vahid deyirdilər. Gəldi, maşın salına qaçacaq Kamaloğlu, oturun. Biz yaralı oturduq, Qarabalanı götürdük, Füzuli, mən. Otduq Oğaza, Oğazı şumluqda fırlatdı, üzü Ağdama tərəf. Gəldik, nəysə bizi banisiyaya gətdilər. Qarabalanı Bakıya göndərəsi oldu, vəziyyəti ağır idi. Məni elə ilkin yardım göstərdilər, mənə dedilər ki, mən qulağımı gördüm, dedim qulağımı kəsin, mən bu boyda qulaqla yaşaya bilmərəm. Qulağım çox böyük şişmişdi. Dedilər, narahat olma, bu ximirkəkdir, öz-özünə